Herkese salam. Bugün yeni bir yemek hazırlayırıq mama ilə birlikdə. Əslində mən çox bir şey eləməmişəm. Demək olar ki, əksəriyyəti mama elədi. Mən də dedim çəkim sizlərdə fikir olsun. Pişirdiyimiz yeməyin adı Kayseri yağlamasıdır. Demək biz bunun ətini hazırlamaqdan ötürü əti əvvəldən pişirmişdik. Pomidor, rəngli biberlər, biz 3 cürə biber qatdıq. Sarı biber, qırmızı biber və yaşıl biber. Bunların hər birini biz birinci bol yağda qızardırıq. Sonra o içərisinə qızardılmış əti qatırıq. Ondan sonra onu qıraşdırıb qoyuruq qırağa və gördüyünüz kimi elə bir görüntü alınır qıraqda. Belə yağlı, gözəl bir görüntü. Xəmirini isə mama 11 dənə açır. Onları biz pişiririk tək-tək. Ondan sonra isə gördüyünüz formada 4 bükürük və yağa batırırıq. Onun əsas püf nöqtəsi odur ki, onun qıraqlarını yağa batırırıq. Ondan sonra yenə gördüyünüz kimi açıb qoyuruq. Qat-qat üst-üstə yığırıq. Üzərinə ət çəkirik və tezdən yenə üzərinə eni təkrar gedir bu proseslər. Ondan sonra isə bu formada gördüyünüz kimi sona qədər devam edirik. Qıraqlarını yağa batırırıq, 4 hissəyə bölüb üzərinə əti çəkirik. Bizdə sadəcə ilk dəfə olduğuna görə biz bundan az etmişdik, hazırlamışdıq. Bizdə 11 ədəd lavaş alınmışdı. Amma yəni siz əgər əminsinizsə, onu daha çox eləyə bilərsiniz və gördüyünüz kimi biz bu formada 8 yerə bölürük. Türklərdə necə olur? Türklər bunu nisbətən balaca lavaşla endirirlər. Onlar onu 4 yerə bölürlər və ortasından qatıq qoyurlar. Sonra isə mən sonda göstərdiyim formada bururlar və elə yeyirlər. Amma biz onu bir dəfəyə bu qədər lavaş yeyə bilməyəcəyimizə görə, ona görə biz bir dilimini gördüyünüz kimi qoyuruq öz nimçəmizə. Orada ayrıca qatığa bulaşdırıb yedik. Bu da belə. Xəmirin reseptini isə istəsəniz mən sizə yorumlarda qeyd edəcəm. İzlədiyiniz üçün sağ olun, abunə olmağı unutmayın. Hələlik.